ki geldi. Salam. Hele bizi aktarın. Abi. Bir daha geldim. Bəli dostlar, bu da tortumuz. Bizim 21'imiz biraz ayrı oldu. Həbizət xanım gəldi şamları gördü. Dedi bu 21 nədir ki, bu niyə buradadır ki? Biz də Aysun xanımla özümüzü itirdik. Dedik fotoğrafını qoyub bura. Səbəb odur ki, bugün Həbizatın ad günüdür. Daha doğrusu dünən idi. Biz bugün onu təbrik edəcəyik. Bəli. Gidək qonağımıza salam deyək dostlar. Mən heç salam deməmişəm, ayıb olar birdən. Qonağımızdır. İstərinizi Allah sizin. Heyecanlıyam, qürurluyam ilk qonağınız olduğum için təbii ki. Sizə çox təşəkkürlərimizi bildiririk. Bu qədər böyük komanda gözləmirdim açıq. 2-3 nəfər gözləyirdim. Belə gözləmirdim. Belə. Çəkilişimizə başlayırıq. Şəxs. Bəli. İstərim necə? Yorğunam amma yenə də həyecanlıyam bu görüş üçün. Ümid edirəm bütün tərəm yəni. Türkiyədə baş eləyib Bakını gəlib idarə eləyir. Bəli, bəli, Bakı məni itib bunu başa düşdüm. Mentify. Biz hazırlamışıq dostlar. Alayım sizi. Cansan gəl. Deməli gün necə keçir sizə görə? Əslində mənə görə yaxşı keçir. İlk dəfə həyəcanlı başlamışdı. Bir də ki biz uzun müddətli hazırlıq eləyirik axı bu gün üçün. Ona görə yəni çox həyəcanlıyıq deyə bilərik. İnşallah ki izləyicilərimiz üçün maraqlı kontent. İnşallah. Podkastımızın ilk bölümünü izləməyi, bəyənməyi və komment yazmağı da unutmayın. İndi Aydan xanımı Allah sırayla. Mən. Bəs sizin Təzahürat nə idi? Fikirləriniz, təəssüratınız nədir? Mən təəssüratımdan çox həyəcanlıyam. İnşallah ki, ümid edirəm ki, izləyicilərimiz üçün çox maraqlı, əyləncəli və onları izləmədə saxlaya biləcək kontentlər yaradarıq. Bizi izləməyi, bəyənməyi, like eləməyi, komment eləməyi, nə bacarırsa eləməyi heç bir zaman unutmayın. Banu xanıma keçid edək, Banu xanım. Sizin ilk hissləriniz, təsəvvürat. Təsəvvür mən söz deyəmirəm. Nədim? Mentify yoxsa sən? Bugün ərzində. Bugün Mənə gözlənilməz şeylər oldu, gözləmirdik, amma maraqlı. Hələ indi gəlmişəm, bilmirəm. o qədər klassik olacaqsınız dostlar. Gilar qaldı. Bəli. Salam dostlar, necəsiniz? Bugün ilk podcast çəkişimizdir. Arzu edirik ki, gözəl və davamlı olar. Bəyənlərinizi, yorumlarınızı, şərhlərinizi, gözəl sözlərinizi və dualarınızı gözləyirik. Xəcə xanımın da hisslərini, fikirlərini alaq. Mən də çox həyəcanlıyam. İlk belə bir təcrübədir mənim üçün. Ona görə ümid edirəm ən yaxşı şəkildə bunu da altına qalxacağıq. Komment yazmağı unutmayın, bizi izləyin. İzləyin dostlar bizi. Eşitdiniz ya, bu qədər kollektiv sizdən bizi izləməyinizi istəyir dostlar. Bəli. Başlayırmış. İndi gedirik Cəlalın fikrini almağa dostlar. Cəlal, bugün haqqında hisslərin nədir? Çox sevincliyəm. Ondan sonra həqiqətən insan istədiyi işi, sevdiyi işi görəndə çox xoşbəxt olur. Belə. Ne keçirik Salmaz xanıma? Salam ilk öncə hamıya. Derim ki, hisslərdir. Əsas odur. Bugün əslində həyəcanlıyam. Çünki ilk YouTube qonağımızdır. Buradan spoiler vermək istəmirəm. Amma ümid edirəm ki, hər şey çox yaxşı olacaq. Çünki komandamız çox güclüdür. Deməli öz istərimizdə çox həyəcanlıyam, amma bir o qədər də sevincliyəm. Eyni zamanda da ki, bilmirəm. Canan dediyi kimi, nə bilim.